Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 12-ci günün duası. Allahümme zeyyinni fihi bis satri vel afaf vesturni fihi bil libasil gunu'i vel kefaf vehmilni fihi alel adli vel insaf ve aminni fihi min kulli ma akhaf bi ismetike ya ismetel haifin. Duanın tərcüməsində biz Allah'tan istədik ki, ilahi bugün günahlarımı gizlətmək və iffət və bağışlanmaqla məni zinətləndir. Bugün mənə qənaət və kifayətçilik libasını geyindir. Məni bugün ədalət və insafa tərəf yönəlt. Bugün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə an verirəm, ey qorxu içində olanların mühafizətçisi. 12-ci günün müstəhəb namazları 8 rükətdir. Hər rükətdə bir həmd 30 Qədir surəsi. Bütün namazlar 2 rükətli qılınır. Dualarınızda bizləri unutmayın.